Bunların içinə də yazandan sonra içinə də ox çəkin sağından. İkisi də aşağı. CPC, CPM aşağı. Yəni bu ikisi aşağı olmalıdır ki, sizə xeyir eləsin. CTR isə yuxarı ox qoyun. Yəni CTR də nə qədər yüksək olsa, o qədər sizə xeyirdir. Nəysə bu terminləri əzbər bildikdən sonra artıq reklama keçid edə bilərsiniz. Reklama keçid eləmək üçün isə burada create sözünü basaraq reklam hissəsinə keçə bilərsiniz. Hansı ki bayaq girib İngiltərə falan doldurmuşduq həmin o yerə. Amma siz create elədikdən sonra qabağınıza bu cür səhifə çıxacaq. Həmin bu səhifədə də bu qaydalar nədir? Hamısını bir-bir izah eləyəcəm. Reach burada reklamın növləri var. Advertising objective. Buna objektiv deyirlər. Məsələn, sizin fikriniz nədir? Yəni sizin məqsədiniz nədir bu reklamı verməkdə? Məsələn, reach nə üçündür? İndi sizə onu izah eləyəcəm. Məsələn, YouTube-da girib videolar qoyanda qabağınıza Boltun reklamları çıxır. Hardasa 2 saniyəlik, 3 saniyəlik belə. Bu adamların, yəni Boltun, Pepsi-nin, Cola-nın, McDonald's-un, nə bilim bu cür qlobal brendlərin elə bizim reklam elədiyimiz kimi 15-20 saniyə, 20 saniyəlik, 1 dəqiqəlik reklamlara ehtiyacı yoxdur. Sadəcə göz önündə olmaq istəyirlər, insanların gözünə çarpdırmaq istəyirlər ki, yəni biz varıq da o mənada. Uber-dir, Bolt-dur, baxın belə. Yəni bu reklamlar çox ucuz reklamlar olur. Yəni 3 saniyədir deyə çoxlu insanlara çatır. Yəni insanlar heç nə eləmirlər, sadəcə görürlər də. Maksimum proqramı yükləyə bilərlər, başqa heç nə. Yəni bu reach sırf bu məqsədi daşıyır. Biz gələcəkdə əgər öz brendimiz olarsa, yəni öz saytımız, məsələn bu Hemeç saytını deyək ki, brend eləmişik və artıq yetəri qədər bir kütləmiz var, müştərilərimiz var və həmin adamların da bizə dataları var, e-mailləri var, nömrələri var. Onlara aid nə vaxtsa reklam buraxıb, həmin bu reach kampaniyalarını irəli sürə bilərik. Məsələn, adamlara bizdən nəsə alıblar, bizi tanıyırlar, gözlərinə bir daha sala bilərik ki, gəl təzədən yenə alış-veriş elə 30% endirim var, 20% endirim var belə. Amma 3 saniyə, 4 saniyə qısa videolardan gedir söhbət. Sonra isə trafik. Trafik nədir? Yəni sırf adından da bəlli olaraq sənin saytı var, proqramın var. Yəni əgər application düzəltmisənsə, yəni həm sayt düzəltmisənsə, sırf bildiyin adamlar gətirir. Yəni o demək deyil ki, o alıcı gətirirsin sənə ancaq. Yəni belə boş bekar adamlar da gətirir də, sadəcə gətirir adamları göstərir, gedir və belə. Video views nədir? Video views video var, daha çox baxış gətirir. Məsələn, video qoyursan, insanlar baxırlar, amma yenə də yəni o xeyirli insanlar baxmır da belə lori dilə desək. Sadəcə baxış gəlir videoya. Düzdür, o həmin adamlar səni tanıyırlar uje, gözlərinə çarpır. Yəni o da reach kimi bir şeydir, yəni sadəcə videoya baxış gətirir. Community interaction nədir? Sənin Instagram səhifəvə, ya nə bilim Facebook səhifəvə, sənin nəsə də belə bir ətraf mühit, community interaction, yəni sırf profil və baxış sayı gətirir, izləyici gətirir. Baxın belə. Bu da bunun məqsədi, bu obyektində məqsədi budur. App promotion nədir? Uşaqlar, biz sayt düzəldirik, saytın içində məhsul qoyub satış eləyirik. Amma adamlar da var ki, sırf developerlərdir. Application düzəldirlər. Məsələn, hər hansısa bir proqram, TikTok kimi bir proqram çıxardılar məsələn. Və həmin o TikTokun da reklamını eləyə bilirlər. Həmən Facebookda da, nə bilim Instagramda da. Məsələn, Instagramda gəzəndə görmürsünüz, bəlkə qabağınıza çıxıb reklamdır, oyundur məsələn, hansısa bir oyun düzəldiblər. Oyunun sağına yazılıb add app, yəni application-ı yüklə. Yəni adamlar da o reklamı bu cür eləyirlər. Yəni bu obyektiv üzərindən eləyirlər. Lead generation nədir? Lead generation isə universitetlərdə məsələn, deyək ki, sizin bir marketinqçunuz sizə bir universiteti veriblər, hansısa kursu veriblər, bir listiniz var, insanlar o listdən girib qeydiyyatdan keçməlidir. Sadəcə qeydiyyatdan keçməlidir. Yəni orada bir adam sizin qeydiyyatınız keçəndə bir lead deməkdir. Yəni bir adam sənin saytından qeydiyyatdan keçdi, sənin universitetindən qeydiyyatdan keçdi. Bu bir lead sayılır bu. Biz özümüz də marketinq eləmişik, bəzi universitetləri, bəzi kursları eləyəndə biz bunu lead generation eləyirik və adamlar girib qeydiyyatdan form doldurub qeydiyyatdan keçirlər. Ondan sonra bizim məqsədimiz sadəcə lead gətirməkdir. Ondan sonra universitetdə işləyən adam özləri zəng eləyirlər, həmin adamla əlaqə saxlayırlar, tələbəyə çevirmək olarlıq sayılır.
Nəysə, keçirik website conversion-a, hansı ki, bizə lazım olan da budur. Biz saytımıza sadəcə drive valuable actions, yəni dəyərli hərəkətlərin baş verməsi üçün lazım olan obyektiv budur. Yəni biz bunu qoyduqdan sonra link eləyirik. Link elədikdən sonra da adamlar girib alış eləyirlər, yəni dəyərli bir hərəkət eləyirlər. Biz reklamımızı bunun üzərindən eləyəcəyik. Bunun üzərindən buna basdıqdan sonra da elə birbaşa bizi aşağıda məlumatları doldurmağa gedir. Hansı ki, TikTokda da həmən bu məlumatları bayaq Shopify-da da TikTok proqramına girib bu məlumatları doldurmuşduq. İndi də həmən o məlumatlardır. Burada dolduracağıq. Sadəcə burada indi görəcəksiniz də, yəni seçənəklər çoxdur. Shopify-dakı qədər sadə, qısa deyil. Deməli, campaign type, campaign şeyin reklamımızın tipi. Məsələn, biz bunu bu cür eləsək, custom deyirlər. Custom nədir? Yəni bir-bir əlimizlə eləyə biləcəyimiz bir şeydir. Amma biz bunu bu cür eləsək, smart performance campaign deyirlər. Yəni nə isə eləməyə ehtiyac olmur. Sadəcə gördüyünüz kimi baxın, bunu belə eləyəndən sonra burada heç bir şeyi basmadan elə bunu basırıq. Avtomatik olaraq adamlar bizi özləri avtomatik reklam eləyirlər. Yəni özləri target eləyirlər, özləri sizin reklamlarınızı insanların qabağına çıxardılar. Amma nə cür insanların qabağına çıxardırlar, onu özləri bilirlər. Yəni siz onu özünüz seçmirsiniz əllə. Biz də onlara güvənmirik. Güvəniriksə elə eləyirik, güvənmiriksə özümüz başlayırıq bir-bir eləməyə ki, kimlərin qabağına çıxartsın. Mən də məsləhət görürəm ki, özünüz eləyəsiniz, çünki TikTokun kimə nə eləyəcəyi bəlli deyil, sadəcə pulunuzu xərcləyəcəklər. Amma yenə də test olaraq da istifadə edə bilərsiniz data yığması üçün, yəni problem deyil. Nəysə, gəlirik campaign name-ə. Bu bizim indi yaradacağımız campaigndir. Baxın, burada sıralama bu cür gedir. Birinci campaign yaradırıq, sonra ad qrupları yaradırıq, sonra isə ad yaradırıq. İndi sıralama birinci addımdayıq hələ ki. Bizim bayaq gördüyünüz kimi məhsulumuzun adı Faucet idi. Bunun yenə test 1 qoyuram və keçirik. Buradan bunların heç birini əlavə eləməyə ehtiyac yoxdur. Burada əgər biz bunlara uyğun məsələn işçi axtarırıqsa, nə bilim hansısa kredit verən bir bankıqsa, onu əvvəlcədən burada qeyd eləmək lazımdır ki, TikTokun xəbəri olmalıdır ki, biz nə cür reklam veririk. Onların heç birinə ehtiyac yoxdur hələ ki. Bu Credit Split testdə nədir? Bunu basdıqdan sonra bir neçə strategiyalar istifadə edib fərqli-fərqli strategiyalarla reklamlar qura bilərsiniz. Amma bunların hələ ki heç birinə ehtiyac yoxdur, çünki əlimizdə konkret heç bir data və yaxud bir məlumat yoxdur. Ona görə heç birini istifadə eləməyəcəyik. Campaign budget optimization isə odur ki, bizim reklamlarımızı məsələn qoysan $50 bura ən az $50 qoymaq lazımdır. Ondan sonra bunlar özləri öz kontrolları altında həmin pul xərcləyirlər. Set campaign budget də qoya bilərsiniz. Bu da elə demək olar başda eyni şeydir. Nəsə dediyim kimi bunların heç birinə əl vurmağa ehtiyac yoxdur. Sadəcə continue eləyib ikinci addıma, yəni ad qruplara keçmək lazımdır. Ad group name. Biz bir campaignin içindən bir neçə ad qruplar yarada bilərik. Məsələn, bir dənə campaign yaratdıq. Campaign nədir? Bayaqki bizim məqsədimizi soruşurdu ki, sən nə eləyəcəksən burada? Yəni sən böyük brandsənsə, o birisini seç. Nə bilim, application satırsansa, bu birisini seç. Yəni biz orada zaten seçmişik, campaignimizi yaratmışıq. Bizim məqsədimiz campaign nədirsə, bizim məqsədimiz nədirsə campaign də odur. Yəni campaignimiz nədirsə məqsədimiz də odur. Bizim məqsədimiz dediyim kimi saytdan alış elətdirməkdir. Yəni fikrimiz ancaq odur. Onu seçəndən sonra keçirik ad qrupa. Ad qrupdan nədir? Biz buradan ad qrupumuzun adını seçməliyik. Birinci ad qrupumuzun adı yenə Faucet test 1 qoyuruq. Ya da hansı ölkəyə uyğun edəcəksə həmən ölkəni də yaza bilərsiniz buradan sıralama keçsin deyə. Sonra isə gəlirik. Bunu yazandan sonra bunu ancaq yenə siz görürsünüz, seçim görmür. Website, external website və ya TikTok instant page. Məsələn, siz deyək ki, TikTokunuzda sadəcə TikTok səhifənizi göstərmək istəyirsiniz. Məsələn, mənim Ecomsolder'da TikTok səhifəm var və istəyirəm ki, sizin kimi tələbələr gəlsinlər, yəni TikTok səhifəmə birbaşa yönəlsinlər və baxsınlar, videoları bilsinlər, sonra tələbəyə çevrilsinlər. Yəni birbaşa TikTok səhifəmizi göstərir bu reklam üzərindən. Amma burada biz məhsul satırıq, saytımız var, buna ehtiyacımız yoxdur. Hətta bizim TikTok səhifəmiz belə yoxdursa, biz elə external website seçirik.
Və burada bizim pikselimiz qoşulu olacaq. Fiverr-dəki adam sizin Shopify-nızla TikTok-unuzu bir-birinə connect eləyəndən sonra burada select piksel elədikdən sonra həmən bizim pikselimiz çıxacaq və biz bunu üzərinə basacağıq. Burada artıq bizim pikselimizdə bizim saytımız var, yəni domainimiz var. Bunu basdıqdan sonra gələn adamlar elə birbaşa bizim domainimizə yönlənəcəklər. Optimization event. Yəni bayaqki kimi orada soruşurdu ki, məqsədiniz nədir? Yəni initiate checkout, add payment info, complete payment var, view content var. Yəni bunlardan hansınısa seçməliyik. Add to cart var. Yəni deyirəm, add to cart da seçə bilərsiniz. Complete payment də seçə bilərsiniz. Bunlar konkret hamısı testdir. Yəni bunu heç vaxt siz pul xərcləmədən, test eləmədən bilə bilməyəcəksiniz ki, sizin məhsulunuzda hansı daha uyğundur, hansı daha düzgündür. Normalda hər kəs add to cart-la başlayır. Mən həmişə kimi complete payment-la başlayıram. Siz də bununla başlaya bilərsiniz. Belə büdcəniz çoxdursa add to cart-la da başlaya bilərsiniz. Qaldı ki, automatic placement-ə. Yəni bu odur ki, sən bunu seçəndə adamlar reklamı hər yerdə paylaşırlar. Adi saytlarda belə girəndə, baxın burada görürsüz bu cür bir reklamlar var. Belə yerlərdə belə, yəni reklamlar çıxa bilir. Əgər siz avtomatik şey seçirsinizsə, select placement seçəndə isə 2 dənə şey göstərir. TikTok və Pangle. Bu Pangle'a ehtiyac yoxdur. Sadəcə TikTok'un olmağı yetərlidir sizə. Burada bunu açandan sonra bunları bağlayıb aça bilirsiniz. User comment izləyicilər komment yaza bilsinlər videomuza, videomuzu download edə bilsinlər, videomuzu paylaşa bilsinlər. Videonu paylaşmaq gözəl bir şeydir. Adamlar yəni hansı dostuna göndərir ki, bunu mənə al. Ya nə bilim, ailə üzvünə göndərir ki, bunu deyirdim sənə, bundan alaq deyə suallar verirlər bir-birlərinə. Video sharing mütləq qalsın. Video downloadu bağlayın. Çünki insanlar əgər sizin videonuzu yükləyə biləcəklərsə, hansı ki biz bayaq VPN-dən yüklədik, adamın videosunu oğurladıq, indi həmən adamın videosu ilə reklama çıxırıq. Ona görə video downloadu bağlayın ki, insanlar sizin videonuzu oğurlaya bilməsinlər. Creative type, automatic creative optimization. Bunu da hələ ki eləmirik, çünki əlimizdə heç bir piksel yoxdur. Onu indi gələcəkdə mən deyəcəm nə vaxt harda istifadə etmək lazımdır. Düşür aşağı targetingə. Targeting əgər biz burada əlimizdə piksel yoxdursa və heç kimisə target eləmək istəmiriksə, biz burada custom targeting seçib, sonra isə burada bir-bir reklam eləmək istədiyimiz kriteriyaları dolduracağıq. Amma əgər avtomatik olmağını istəyirsinizsə elə basın, sonra ölkəni seçin. Bir də büdcənizi yazın, adamlar özləri reklam eləsinlər və siz həmən olan reklamlardan gələn məlumatlara görə öz pikselinizi yığıb, datalarını yığıb insanların onlara uyğun reklam eləyə biləcəksiniz. Mən artıq çox reklamlar eləmişəm və bilirəm ki, nələr yararlı olur, axırda nələr baş verir. Ona görə özüm elə promoy custom-a gedirəm. Yəni bilirəm ki, nə cür adamlar bunu istəyə bilərlər. Ağlımda var. Əgər ağlınızda yoxsa avtomatik eləyin. Ağlınızda varsa əgər amma custom eləyib gedə bilərsiniz. Gəlir United States-ə. Baxın, United States seçdikdə burada 104 milyondan 127 milyon arası adam olduğunu göstərir. Konkretni çoxdur. Yəni bizim büdcəmiz bu qədər adama reklamı çatdırmağa yetəri qədər deyil. Bunları biraz aşağı salmaq lazımdır. 3 milyon 10 milyon arası olanda reklamının biraz tutarı olur. Belə deyək. İstəsəniz United States-i bağlayıb balaca ölkələrdən də başlaya bilərsiniz. Məsələn, deyək ki, Küveytdən başlaya bilərsiniz. Küveytdə görürsünüz 3 milyon yarım ofşi cəmdə adamları var. Yəni Küveytdə amma ərəb dilində bir səhifə düzəltsəz daha çox satış edə bilərsiniz. Mən də yenə deyirəm, bayaq göstərdim sizə ingilis dilindədir deyə. Ya Amerika seçməliyəm, ya da Kanada seçməliyəm. Hansı ingilis dilli ölkələrdir. Mən burada United States-də ştatlardan da birini seçə bilərəm. Məsələn, state qoyub, buradan istədiyim state-i seçə bilərəm. Orada da ən busy state Kaliforniyadır. Kaliforniya seçə bilərik. Kaliforniyada 10 milyonla 12 milyon arası olur. Amma buradan gəlib onları narrow eləyə bilər. Daha da narrow eləyə bilərsiniz. Məsələn, zaten 13-17 yaşlı adamlara reklam vermək düzgün deyil. Həm də icazə də yoxdur. TikTok-a baxın, burada yazır under 18 years 18 years of age. Biz burada bunu bağlayıb, bunları seçəndən sonra bunu bağlaya bilərik. Üstünə basırdıqda çıxır. Normalda uşaqlar, açığın deyim, 18-24 yaşlı adamlara mən heç vaxt reklam eləmirəm. Çünki
Bu adamlar ya kollecdə oxuyur, ya universitetdə oxuyur, ya da nə bilim, işləmirlər. Yəni öz başlarına öz ayaqları üstündə durmaq istəyən adamlar.